Xəritə sxemdə ştrixlənmiş ərazilər üçün doğru ifadəni seçin. 1. Tayqa təbii zonasıdır. 2. Keçid iqlim qurşağında yerləşir. 3. Torpaqları qonur və qəhvəyidir. 4. Rütubətləmə əmsalı vahiddən böyükdür. 5. İynəyarpaqlı ağac növləri yayılmışdır. 6. Fiziki aşınma güclü gedir. Xəritə sxemdə verilən ştrixlənmiş ərazilər tayqa zonası hesab olunmalıdır. Çünki ərazi şimalda mülayim qurşağında iynəyarpaqlı ağaclarla əhatə olunmuş Rusiya və əsasən Kanada və ABŞ ərazisi götürülür. Bu ərazilərdə tayqa təbii zonasıdır fikri təbii ki doğru fikirdir. Keçid iqlim qurşağında yerləşir fikri səhvdir. Çünki tayqa zonası mülayimdə əsas iqlim qurşağında yerləşir. Torpaqları qonur və qəhvəyidir. Tayqa zonasının torpaqları qonur və qəhvəyi deyil. Bu torpaqlar digər təbii zonaya aid olan torpaqlardır. Rütubətləmə əmsalı vahiddən böyükdür. Bildiyimiz kimi tayqa zonası yağıntıların miqdarı buxarlanmadan çox olduğuna görə rütubətləmə əmsalı vahiddən böyükdür. Bəzi ərazilərdə, demək olar ki, əksər ərazilərdə bataqlıqlaşmış ərazilər, torflu bataqlıqlar geniş yayılmışdır. Ona görə də 4-cü bəndi də doğru ifadə kimi qəbul etmək lazımdır. 5-ci, iynəyarpaqlı ağac növləri yayılmışdır. Bəli, tayqa zonasında başdan başa ağac növləri iynəyarpaqlıdır. Çünki bu ərazilər soyuq olduğuna görə burada yarpağı tökən ağaclara az rast gəlinir və fiziki aşınma güclü gedir. Bu fikir mülayim iqlim qurşağı üçün yox, tropik iqlim qurşağı üçün səciyyəvi olduğu üçün bu fikir də yanlış bir fikirdir. Mülayim iqlim qurşağında bunu da qeyd edək, fiziki aşınma yox, kimyəvi və üzvü aşınmanın baş verməsi müşahidə olunur. Test tapşırığının cavabı 1, 4, 5, yəni C bəndidir.